Mərhum deputat Qənirə Paşayevanın ölüm səbəbi illər sonra açıqlanıb. Bu barədə bacısı Kəmalə Paşayeva açıqlama verib və bildirib ki, Qənirə arıqlama dərmanından ölməyib. Sentyabrın 28-də komaya düşdü, xəstəxanaya yerləşdirildi. Lakin heç birimiz bunu gözləmirdik. Çünki o nə qədər yorğun da olsa, xəstə də olsa hər zaman ayaq üstə idi. Deputatın bacısı onun ölüm səbəbi ilə bağlı iddialara aydınlıq gətirib. Sosial mediada, saytlarda onun haqqında fərqli fikirlər yayıldı. İnsanlar həkimlərin dediyi rəsmi açıqlamaya heç fikir də vermədilər. Onun sürətlə arıqlaması, xərçəng xəstəsi olması və s. fikirlər yayıldı. O iddia edildiyi kimi arıqlama dərmanları qəbul etməyib. Sadəcə komaya düşməzdən 2 il qabaq mədə kiçiltmə əməliyyatı etdirmişdi. Çünki xeyli kökəlmişdi və onun sağlamlıq vəziyyətinə təsir edəcəyi üçün həkimlər belə qərar vermişdi. Gələcəkdə şəkər kimi xəstəliklərdən əziyyət çəkməməsi üçün əməliyyat olundu. Lakin ölümünün onunla heç bir əlaqəsi yoxdur. Onkoloji xəstəliyi də yox idi. Çox yorğun idi, özünə diqqət etmirdi. Son 3 gündə qrip olmuşdu. Anidən təzyiq enmişdi, yəni bədən hipotonik vəziyyətə keçmişdi. Qənirə xanımın ölümü bunun nəticəsində baş verib. Hər kəsin bir ölüm səbəbi və hekayəsi var. Onunki da belə oldu. Allahın yazdığı taledir, nə bir dəqiqə tez, nə bir dəqiqə gec.